Salam uşaqlar. Bugünkü mövzumuz bizim sizinle olur aromatik karbohidrogenlər. Yəni ARNlər. Demək, aromatik karbohidrogenlər benzol molekul və benzolun homoloqları. Aromatik karbohidrogenlərin ilk nümayəndəsi benzoldur. Benzolun formulu karbon 6, hidrogen 6'dır. Lakin benzol siklik quruluşa malik olması 19-cu əsrin ikinci yarısında öyrənilmişdir. 1865-ci ildə Kökörlə benzolun qrafik formunu təklif etmiş. Bu formula əsasən benzol karbon atomları arasında növbə ilə təkrarlanan bir qat və iki qat rabitəsinin olduğu müəyyən olunmuşdur. Yəni əvvələn müəyyən olunmuşdur ki, benzolun ümumi formulu karbon atomları arasında olan iki qat rabiti ilə əlaqələndirilmişdir. Müasir təsəvvürlərə görə benzol molekulunda bütün karbon atomları sp2 hibrid vəziyyətindədir. Karbon atomları rabitə yaradan orbitallar eyni müstəvidə yerləşir və bir-biri ilə 120 dərəcə bucaq altında birləşir. Bu səbəbdən benzol molekulunda sigma rabitlər eyni müstəvidə əmələ gəlir. Bütün karbon atomları eyni bir halına malik olduğundan onların əmələ gətirdiyi rabitlər eyni uzunluğa 0,140 nanometrə malik olur. Benzol halqası isə düzgün 6 bucaqlı olur. İndiki fikrə görə benzolun düzgün fikri belə deyil. Artıq benzolun ən düzgün fikri bax budur. Benzolun daxilində onun nüvəsidir. Və karbon atomları arasında baxın diqqətlə karbon hidrogen, karbon hidrogen, karbon hidrogen, karbon hidrogen, karbon hidrogen. Və burada deməli, karbon atomlar arasında valent bucağı 2 dərəcədir. 120 dərəcəyə malikdir. Bir-birə 120 dərəcə bucaq altına daha doğrusu örtülür. Karbon atomlarının qeyri-hibrid p orbitalları, mən siz indi bunu tam düzgün formada çəkim. Əslində benzol, baxın, bax çəkirəm. Bu benzoldur və benzolda karbon 6 H6 formuluna malikdir gördüyümüz kimi. Və benzolun bütün karbon atomları sp2 hibrid vəziyyətindədir. Onun sp2 hibrid vəziyyətində olması və bizə göstərir ki, və benzolda daxildəki dairə nədir? Hər karbonun hibridləşmədə iştirak etməyən bir p orbitallar öz aralarında birləşərək 6 elektronlu bir pis sistemi yaradır. Və bu pis sistemi çox mühkəm bir sistemdir. Və bunlar birləşərək deməli benzol nüvəsi və ya benzol halqası əmələ gətirirlər. Benzol molekulunda elektron sıxlığı bərabər paylandığından onun qrafik formulu daha doğru şəkildə bax bu cürə, aha, bir dəqiqə. Bax bu cürə daha doğrusu dolğun fikirdə ifadə olunur. Belə, qrafik formada göstərilən halqa ümumi pis sistemini göstərir. Bütün aromatik karbohidrogenlərin hamısında benzol nüvəsi var. Quruluşuna görə aromatik karbohidrogenlər bir nüvəli və çox nüvəli olurlar. Biz benzol və benzol homoloqları dedikdə, benzol və benzolun üzərində deməli R radikal karbona birləşmiş R radikalını başa düşürük. Yəni biz nə zaman benzol nüvəsinə birləşmiş metil, benzol nüvəsinə birləşmiş uşaqlar etil, benzol nüvəsinə birləşmiş propil, izopropil kimi radikallar görsə benzolun homoloqu kimi qəbul edəcəyik. Amma biz nə zaman ki sizlə deməli, benzol onun nüvəsi görüb və ona hidroksid qrupu birləşir, benzol nüvəsi görüb ona amin qrupu birləşir, benzol nüvəsi görüb ona vinil radikalımı birləşir və s. kimi birləşmələri görsək, sadəcə aromatik birləşmələr kimi baxacaq. Bunlar benzolun homoloqları sayılmır. Bunlar sadəcə aromatik karbohidrogenlər sayılır. Deməli, bir dediyimiz kimi aromatik deməli quruluşuna görə aromatik karbohidrogenlər bir nüvəli və çox nüvəli olurlar. Bir nüvəli dedikdə belə götürürük. Məsələn, çox nüvəlilərə misal kimi mən sizə nəyə göstərə bilərəm? Nə göstərə bilərəm? Məsəl üçün naftalini misal göstərə bilərəm, difenli misal göstərə bilərəm.
Hətta siqaret tüstüsündə çox nüvəli aromatik karbohidrogenlərin nümayəndəsi olan kanserogen xəstəliklər əmələ gətirən benzopren də mövcuddur ki, bu səbəbdən siqaret çəkən insanlarda xərçəlik xəstəliyinə tutulma riski daha böyükdür. Bu maddələr hətta avtomobil nəqliyyatlarının tüstü qəzalarında da olur, nəqliyyatın tüstü qazlarında da olur və atmosferi təbii ki, nağarıq çirkləndirir. Ona görə nə qədər çalışsaq ekologiyamız təmiz olsun, bir o qədər zərərli vərdişlərdən istifadə eləməsək, bizim həyatımız üçün daha sağlam olmuş olar. Benzolun deməli ümumi formulu CN H2N-6 düsturuna uyğundur. Nisbi molekul kütləsi 14N-6. Hibrid orbit deməli ümumi atomların sayı 3N-6-dır. Bu bəs sigma rabitə deyilinə başa düşürük. Gəlin benzolu çəkəyin və benzolda bir dənə diqqətlə baxsanız, mən sizə nə izah eləmək istəyirəm. Karbon 6 dənədir və karbon arasında mənim əzizlərim baxın, karbon arasında görürsünüz körpələr. Deməli 6 dənə sigma mövcuddur. Deməli karbon arasında sigma rabitlərin sayını biz N ilə müəyyən eləyəcəyik. Bəs karbon hidrogen arasında sigma rabitlər nə qədərdir? 1, 2, 3, 4, 5 1, 2, 3, 4, 5, 6. Deməli bu da olacaqdır. Deməli 2N-6 düsturuna uyğundur. Deməli belə çıxır ki 6 sigma karbon arasındadır. 6 sigma karbon hidrogen arasındadır. Yəni ümumi 12 sigma rabitəsi var. Ona görə sigma rabitlərin düsturunu biz hansı düsturla ölçürük? 3N-6 düsturu ilə hesablayırıq. İndi isə gəldik biz sizlə burada benzolun hibridinin və qeyri-hibridinin tapılmasını dəqiqləşdirək. Deməli, uşaqlar, bu benzoldur. Benzolda bilirsiniz ki, bütün karbon atomları sp2 hibrid vəziyyətindədir. Siz sual düşə bilər ki, karbonda neçə dənə hibrid orbitalı var? 3'ü vururuq 6'ya, yəni hamısı sp2 olduğuna görə. 3'ü 16'ya vursaq 16 sp2 hibrid buludu var. Bəs qeyri-hibrid desə 6 hidrogenimiz var və bir şey burada unutmayaq ki, kimyəvi rabitədə iştirak etməyən hər karbonun 1p orbitalı var. 6 dənə p qeyri-hibrid orbitalı var. Deməli 12 dənə də qeyri-hibrid orbitalımız mövcuddur. Deməli hibrid orbitalını 4n-6 ilə müəyyən edirik. Qeyri-hibrid orbitallar 2n-6 hidrogen sayıdır. Əlavə olaraq da 6p orbitalını gəlməklə 2n-ə bərabər edirik. Deməli ümumi orbitalların sayını biz necə hesablayırıq? Kimyəvi rabitədə iştirak edən ümumi orbitalların sayını 6n-6 düsturuna əsasən hesablamamızı aparırıq. Uşaqlar, deməli benzol və onun homoloqları dedikdə nəyə başa düşürük? İlk nümayəndəmiz dediyimiz kimi benzoldur. Aqreqat halına görə benzol maye haldadır. Benzol və onun homoloqları adi şəraitdə heç bir zaman, heç bir vaxt bromu suyu rəngsizləşdirmir. Bəs benzol homoloqlarına nə misal deyə bilərik? İkinci nümayəndə kimi, benzolun homoloqunu kimi karbon buna birləşmiş metil radikalını göstərə bilərik. Və yaxud da tolol, bax C6H5, CH3'dür. Bunun adı tolol, ikinci adı metil benzoldur. Və yaxud da biz başqa nümayəndələr deyəndə, biz onun homoloqu deyəndə ora ancaq birləşmiş alkil radikallarını başa düşürük. Etil benzol deyə bilərik. Və yaxud da məsələn C6, H5, C2H5 kimi baxa bilərik. Və yaxud da biz bunu nümayəndələrlə məsələn benzol və benzola birləşmiş izopropil radikalını göstərə bilərik. Ola bilər izopropil benzol və s. və ilaxır. Benzolun homoloqlarının formulundan görünür ki, onlarda hidrogen atomlarının sayı eyni sayıda karbon atomu olan alkanın hidrogen atomu sayından 8 vahid azdır. Beynəlxalq nomenklaturaya görə CnH2-6'ya malik olan karbohidrogenlər benzol sırası karbohidrogenlər sayılır. Yəni hansı düstur bizə CnH2-6'nı verirsə, o benzolun homoloqları sayılır. Deməli uşaqlar, benzol haqqında daha nə deyə bilərik? Benzolun ikinci nümayəndəsi, deməli, biz tololu tanıyaq. Bax, bunun adı nədir? Yəni, ən çox bizim dim kitablarımızda göstərilir. Deməli, tolol. Bax, məsəl üçün, bir dəqiqə siləyən səli gəlim. Deməli, bu benzoldur. Bax, bu benzoldur. Benzola tolol birləşdirdim. Əgər mən buradan, bax, buna deyirik toluol və yaxud da metil C6H5, CH3, bunun ikinci adı deməli olacaq metil benzol. Deməli tolola bir dənə CH3 bura birləşdirsək, CH3 bir dənə bura birləşdirsək, bunun adını qoyacaq orta kisilol. Yəni bunu bir yerə yığsaq bu C7H8'dir.
Amma bunu bir yerə yıxsa C8H10-dur. Bu bunun elə bil bu benzolun ikinci nümayəndəsi, bu benzolun üçüncü nümayəndəsidir. Orta kisilolda baxın, tololda 1 karbon sp3 hibrit vəziyyətindədir. Kisilolda 2 karbon sp3 hibrit vəziyyətindədir. Bunun ikinci adı isə 1,2 dimetil benzol. Çünki hər şey benzol. Benzol homoloqlarında hər şey benzolun üzərində qurulur. Üçüncü nümayəndəmizə biz nə kimi baxırıq? Əgər radikal 1-1-ə, bir də üçüncü karbona birləşirsə, biz buna 1,3 dimetil benzol və ya metakisilol adlandırırıq 1,3 vəziyyətində olduğuna görə və ya 1,3 dimetil benzol deyirik və keçdik üçüncüyə. Üçüncüdə karbonu bir CH3 bura birləşdiririk. Karbonu bir də CH3 bura birləşdiririk. Bunun adı nə oldu? 1,4 dimetil benzol və yaxud da biz buna nə adını qoyuruq? Paraksilol. Bax, yenə də gördüyünüz kimi 2 karbon atomu sp3 hibrit vəziyyətindədir. Ortos sözü birbaşa birləşmədir. Metas sözü, bax, ortos birbaşa, yəni orta deyirik, birbaşadır. Metas sözünün mənası sonradan deməkdir, yəni bir karbon aralı deməkdir. Para sözünün mənası əks sözü kimi təkrarlanmışdır. Benzolun digər bir nümayəndəsində sizlə tanış eləyək. İzopropil benzol və ya kumol C9H10-dur. İstərdim ki, onu da yazam. Baxın, uşaqlar. Deməli, bu benzoldur və benzolun bir hidrogen atomunu izopropil radikalla birləşdirsək, biz alacağıq izopropil benzol və ya bunun ikinci adı kumol kimi adlandırırıq. Deməli, bir sözlə benzolu adlandırdığı əvvəlcə radikalın adı deyilir, sonra isə biz ona benzol sözünü əlavə edirik. Deməli, uşaqlar, əgər molekulda 2 və daha çox radikal olarsa, əgər bir radikal olarsa, məsəl üçün izopropil benzol deyib keçir, yəni nömrələməmizə gərək yoxdur. Əgər məsələn, söhbət yəni burada deməli, əgər bir CH3 radikal varsa, biz sadəcə metil benzol deyirik. Əgər etil radikal varsa, biz buna sadəcə etil deyirik və s. və ilaxır. Yadda saxlayın ki, əgər 2 və daha artıq radikal varsa, əvvəlcə kiçik radikal varsa, kiçik radikal deyirsiniz. Sonra böyük radikal varsa, böyük radikala adlandırmağa başlayacaqsınız. Məsəl üçün, ola bilsin ki, sizin misalınızda bir metil, bir etil radikalı görə bildiniz. Məsəl üçün, bura bir metil radikalı qoyuram. Burada məsəl üçün bir etil radikalı qoyuram. Nömrələnmə təbii ki, başlayır metil radikalı başlanan yerdən və bacardığınız qədər radikalları bir-birinə yaxın eləyin. Adı nə olacaq? 1 metil, 3 etil benzol. Все. Bax, belə səliqəli şəkildə biz bunu adlandırırıq. Və salam. Deməli, belə. Ola bilsin ki, birdən bizim 3 dənə radikalımız birdən qabağımıza çıxdı. Məsəl üçün, mən sizə bir dənə belə benzol çəkim. Birinci radikalı bura qoyuruq. İkinci radikalı bura əlavə edirəm. Üçüncü radikalı bura əlavə edirəm və adlandırıram. Deməli, 1, 2, 3, 4, 5, 6, 1, 2, 3 trimetil benzol kimi adlandırırıq. İndi isə gəldik radikallarına. Deməli, benzol molekuluna bir hidrogen atomu qopardıqda alınan radikal fenil radikalıdır. Məsəl üçün, fenil radikalı hansı radikal deyirəm? Məsələn, bu benzoldur. Əgər mən benzolda bir hidrogen atomunu qoparıramsa, yəni mən C6H5 alıramsa, bu fenil radikalıdır. Əgər tololla birləşmiş metil qrupuna bir hidrogen qoparıramsa, o konkret şəkildə metil radikalı ola bilməz. Yəni, mən tololdan bir hidrogen qoparıramsa, bu radikalın adı olacaq benzil. Yəni, siz sabahsa C6H5, CH2-ni görsəz, bilin ki, bu aril radikalı deyil. Bu benzildir. Aril radikalını istəsəz, C6H5 isə bizim aril radikalımız sayılır. İndi isə gəldik biz izomerliyə. Deməli, izomerlik nədir? İzomerlik, benzol sırası, ümumiyyətlə bundan sinif arası izomerlər yoxdur. Nə alkanlarda, nə aromatiklərdə sinif arası izomer yoxdur. Benzol sırası karbonhidrogenlərdə quruluş izomerliyi radikala, radikalın quruluşuna, radikalların benzol halqasına bir-birinin nəzərən yerləşməsinə görə müəyyən olunur. Məsəl üçün, mən sizə bir dənə nümunə deyim, radikala görə. Bax, radikala görə necə adlandırılacaq? Məsəl üçün, mən bunu bir dənə yazım sizə, C2H5. Bu oldu bizim radikala görə müəyyən ediriksə, ya etil benzol deyirik və yaxud da biz buna 1,2 dimetil benzol deyirik. Bir yerə yıxsaq bu nə olacaqdır? C8H10 formunu bizə verəcək. Sonra bu radikala görə idi. İndi isə gəldik radikalın
quruluşuna görə adlandırmağa. Radikalın quruluşuna görə dedikdə, məsəl üçün, bir dənə radikal sizə çəkim. Bax, bu radikal oldu propil radikalı və yaxud da mən sizə yazırım, bax, belə bir formul. Bu isə bizdə oldu izo, bir dəqiqə uşaqlar, CH2, CH2, CH3 propil və yaxud da mən başqa bir nümunə çəkim sizə. Bu bizdə oldu isə izopropil radikalı. Sonra radikalın benzol halqasında yerləşməsinə görə üçüncü izomerliyi mən sizə deyirəm. Üçüncü izomerliyimiz də belə olacaq ki, radikal bir-birə birləşə bilər uşaqlar. 1-2-yə, məsələn, orta kisolu deyə bilərəm. Sonra bax, buna deyirlər radikalın benzol halqasında yerləşməsinə görə. 1-1-ə yerləşə bilər, 1-3-ə yerləşə bilər, 1-1-ə, bir də 4-ə yerləşə bilər və s. və eyni axır kimi nümunələr deyə bilərik. Deməli, alınmasına gəldik, əsas məqsədə gəldik, keçdik. Alınması sənayedə necə olur? Birincisi, heksan, bax, sənayedən danışıram. Heksanı dehidrogenləşmə, bilirsiniz ki, dehidrogenləşmə katalitikdir, alınır benzol. İkinci, əgər biz Zelinski reaksiyası var, heksan, sikloheksan dehidrogenləşəndə biz benzolu ala bilərik. Üçüncü alınmanı da mən sizə deyə bilərəm, asetilinin trimerləşməsi aktiv kömürün iştirakı ilə alıram mən buradan nə? Benzolu ala bilirəm. Bəs laboratoriyada benzolu biz necə alırıq? Laboratoriyada biz benzolu almaqdan ötəri fenolun üzərinə sinki gəlməklə ala bilərəm. Məsələn, bu fenoldur, laboratoriyadan söhbət gedir. Üzərinə sinki gəldiyim anda sink oksid və benzolu əldə edirəm. Diqqətlə baxın, sink oksidlə çıxdı. Və yaxud da mən deməli natrium benzoat, yaxşı, bu arada bir dənə xatırlatma da eləyim sizə ki, bu turşunun adı benzoid turşusudur. Birazdan bu turşunun alınmasına gələcəyik. Və gördüyümüz kimi buradan nə alındı uşaqlar? Natrium 2CO3 alındı və təbii ki, benzol meydana çıxdı. Bax, buna deyirlər benzolun harda alınması, benzolun laboratoriyada alınma reaksiyası kimi baxırıq. Bəs sizə bir söz deyim mən burada ki, indi benzolun homologlarını hələ demək istəmirəm. Qoy yavaş-yavaş gəlim, çünki axırda mən tolol haqqında da sizə digər məlumatları verəcəm. Benzol sırası karbohidrogenlərdən ilk nümayəndələr xoş ətirli olduğuna görə onlara aroma sözü deyilir. Amma sonralar müəyyən oldu ki, bunların heç də xoşa gələn iylər mövcud deyildir. Sonra benzol haqqında danışaq. Benzol adi şəraitdə rəngsiz uçucu mayedir. Tolol, kisilol, kumol da maye haldadır. Sudan yüngüldürlər, suda həll olmurlar. Deməli, yaxşı həll edicidir. Soyuduqda ağ kristal kütlə şəklində donur. Benzol və onun buxarı çox zəhərlidir. Tolol və onun digər nümayəndələri də sudan yüngüldür, suda həll olmurlar. Tolol, ağ fosfor, kükürt və bir sıra maddələri həll edicisidir. Nisbi molekul kütləsi artca bunların qaynama temperaturları, izomerləri, deməli, hamısına qayırır, arta-arta gedir. Sonra, İndi isə gəldik, deməli, tololun kimyəvi xassəsinə. Tololun kimyəvi xassəsi odur ki, tolol əvəz etmə birləşmə reaksiyaları xarakterikdir. Reaksiyalardan birincisini gəlin yazaq əvəz etmə reaksiyasını. Əvəz etmə reaksiyası odur ki, benzol, ümumiyyətlə benzol haqqında deyim, benzol suda həll olunur. Bax, bunu sizə qəşəngcə xatırlatma eləyim. Benzol təbii ki, bromlu suyu əlbəttə ki, rəngsizləşdirmir. Bir dənə bunu xatırlatma eləyək. Benzol qələvi metallarla qarşılıqlı təsirdə olmur. Benzol qələvi hidroksidlərlə qarşılıqlı təsirdə olma qabiliyyətinə malik deyildir. Benzol kalium permanganat məhlulun iştirakı ilə oksidləşmir. Bax belə. Daha sonra benzol oksigensiz turşular, məsələn, xlorid turşusu ilə qarşılıqlı təsirdə olmur. Amma deyək ki, oksigenli turşular təbii ki, qarşılıqlı təsirdə ola bilər. Məsələn, Konovalov reaksiyası zamanı partlayıcı maddənin alınması kimi istifadə olunur. Məsələn, benzolun üzərinə mən nitrat turşusu gəlsəm, HOH su ilə əvəz su, buna deyilər əvəz etmə reaksiyası və buradan C6H5NO2 birləşməsi alınır. Bu birləşmənin adı nitrobenzoldur. Benzoldan fərqli olaraq isə onların homologları əvəz etmə reaksiyasından daha asan daxil olurlar. Deməli, bu alkil radikalının benzol nüvəsinə qarşılıqlı təsiri ilə izah olunur. Benzol molekulunda pis sistemi sıxılığı bütün karbon atomları arasında bərabər paylanmışdır. Benzol halqasına daxil edilmiş alkil radikalı benzol halqasının elektron sıxlığının paylanmasına təsir edərək 2-4-6 vəziyyətində olan, deməli,
6 və elektron sıxlığının artması, 6 vəziyyətində elektron sıxlığının artmasına səbəb olur və orada hidrogen atomlarının əvəz olması daha da asanlaşır. Ona görə toluolda nitrat turşuyla reaksiya getirməsi zamanı 2, 4, 6 nitrotolon əmələ gəlməsi müşahidə olunur. Mən həmişə bunlara deməli taclı aromatik karbohidrogenlər deyirəm. Deyirəm bunlarda deməli yenə deyirəm benzol deməli bu radikalın, bax bu radikalın daha doğrusu belə ifadə eləyər sizə benzol həlqəsinə təsir etməsi nəticəsində 2-ci, 4-cü, 6-cı karbon atomunun hidrogen şəklində ayrılması daha asanlaşır. Və onun üzərinə 3 molekula nitrat turşusu gəldiyim halda 2-ci, 4-cü, 6-cı hidrogen əvəz olunur. 3 molekula su əmələ gəlir və bu zaman CH3 qalır yerində. Biz onu zaten ona toxunmuruq. 2-ci karbona NO2 birləşir. 4-cü karbona NO2 birləşir və 6-cı karbona NO2 birləşir və bu zaman 2, 4, 6 trinitrotolol və ya TNT əmələ gəlir. Sarımtıl rəngli, bax bu maddə sarımtıl rəng rəngli maddədir. Deməli, çox partlayıcı maddədir. Bax, belə desəydik daha doğru olardı. Belə, yəni çox ehtiyatlı olmaq lazımdır. Çox təhlükəli bir maddə sayılır. Uşaqlar, benzolun özü xlorla əvəz etmə reaksiyasına daxil olur. Amma bu zaman katalizator kimi biz nədən istifadə edirik? Benzolun üzərinə mən xlor 2 qazı gəlirəmsə və bu zaman ferrum xlor 3 katalizatorla istifadə edirəmsə, alınır H-xlor, üzərinə gələk C6H5 xlor və sadəcə əvəz etmə reaksiyası olduğuna görə xlor benzolu olur. Məsəl üçün görürsünüz, karbon hidrogen mən belə açıq şəkildə yazacağım ki, sizə daha aydın şəkildə mən bunu göstərə bilim. Diqqətlə baxın. Bunun üzərinə gəlirəm xlor 2, hidrogen atom 1-i əvəz olundu. Görürsünüz, benzolun nüvəsi, benzolun halqası olduğu kimi qaldı deyə yəni ad itirilmədi. Oldu xlor benzol. Əgər mən yox, bu zaman katalizator kimi alüminium, bax, aha, indi bunu silək. Bunu silək. Əgər yox, mən sizə katalizator kimi benzolu yazıramsa və onun üzərinə deməli 6 molekula xlor 2 gəlirəmsə və katalizator kimi alüminium xlor 3-dən istifadə edirəmsə, bu zaman xlorun hamısı əvəz olunur və alınan birləşmə heksaxlor benzol olur. Bax, bunu bu cürə yazanda yenə benzol adını biz itirmirik. Benzol adını nəyə görə biz itirməliyik ki? Çünki axı burada yenə deyirəm, sadəcə əvəz olunan hidrogenlər olur. 6 dənə hidrogen, bax, beləcənə çıxardırıq. 6 H-xlorla əvəz olunur və çıxmış hidrogenlərin yerinə əlbəttə ki, nə birləşir? Xlor birləşir və bunun adı olur nə? Heksaxlor benzol. Uşaqlar, xlorla amma benzol eyni zamanda əvəz etmə reaksiyasına da, əvəz etmə, bağışlayın, birləşmə reaksiyasına daxil olur. Əgər benzol xlorla birləşmə reaksiyasına daxil olarsa, bu zaman işıq şüasından istifadə edirik. Bu alınan birləşmə C6H6 xlor 6 adlanır və alınan birləşmə heksaxlor sikloheksan adını qoyuruq. Bax, bu birləşmənin ikinci adı heksaxloran da adlana bilər və uzun müddət kənd təsərrüfatında deməli ziyan vericilərə qarşı istifadə olunmuş bir maddədir. İşığın təsirindən baş verir. Niyə buna sikloheksan adını verdik? Çünki bu reaksiya zamanı biz ki, benzol halqası çox möhkəm halqadır. Ona görə zaten benzol adi şəraitdə bromusu rəngsləşdirə bilməz. Amma işığın təsirindən nüvə dağılaraq və benzolda bütün qollar açılaraq və hər qola bir xlor birləşdiririk. Və mən sizə bunu dönə-dönə dərsdə hər zaman deyirəm ki, artıq ortada nüvə yoxdursa, o artıq benzol deyil. O artıq nədir? Sikloheksandır. Bax, bunu qarışdırmayın uşaqlar. Oldu heksaxlor, sikloheksan. Yəni, bir əldə xatırlatma edeyim ki, benzol və sikloheksanı qarışdırmayaq. Bax, bu bizim benzolumuzun nüvəsi var. Bu isə bizim sikloheksanımızdır. Sikloheksanımızda karbon atomları sp3 hibrid vəziyyətində, benzolda isə sp2 hibrid vəziyyətindədir. Benzolda karbon 6H6, sikloheksan isə C6H12-dir. Amma sizə onu xatırlatma edeyim ki, heksandan sikloheksana, sikloheksandan benzola doğru getdikcə karbonun kütlə payı artır və bu karbohidrogenin alovda yanması daha hisli alovla yanmasına, daha doğrusu gətirib
çıxardır. Benzol bromu rəngsizləşdirmir, amma siz ola bilsin ki, topluda bromla reaksiyasını gördünüz və bilin ki, bu sadəcə əvəz etmə reaksiyasıdır. Yəni benzolun üzərinə mən brom gəlirəmsə, brom adi şəraitdə zaten burada baş verməyəcək və ferrum brom 3-ün iştirakı ilə, baxın, hidrogen atom biri bromla əvəz olunur. H brom üzərinə gərək C6H5 brom birləşməsi adlanır və bunun adını deyirik ki, deməli brom benzol. Benzol xlora oxşar şəkildə də reaksiya girir. Bromla da oxşar şəkildə reaksiya girir. Xlorla girərsə dəmir xlor 3 iştirakı ilə reaksiya girir. Əgər bromla reaksiya girərsə ferrum brom 3-ün iştirakı ilə reaksiya daxil olur. Sonra benzol oksigində yanarsa əlbəttə ki, deməli nə ayrılır? Karbon qazı və su ayrılır. Və əmsallaşdırsaq 2, 15, 12 və 6 düşür. Benzol havada hissli alovla yanıb. Bayaq dediyimiz kimi hissli alovla yanmasına səbəb karbonun kütlə payının deməli çox olmasıdır. İndi isə keçdik sizlə benzolun ikinci nümayəndəsi olan, onun homologu olan tolol haqqında danışmağa. Tolol necə bir maddədir? C7H8 və yaxud da tolol C6H5 metil benzol kimi adlandırırıq. Bəs tololu biz sənayedə necə alırıq? Tololu sənayedə almaqdan ötürü heptan dehidrogenləşir, üzrü sayın, səhv yazdım körpələr. Deməli, heptan C7H16 dehidrogenləşir. 4 molekula hidrogeni çıxmaqla biz tololu əldə edirik. Və yaxud da ikinci alım mesolunu deyim. Bax, uşaqlar, deməli, bu metil sikloheksandır. Metil sikloheksandan baxın CH2, çalışdığım qədərlə diqqətli yazıram ki, səliqəsiz çıxmasın, dərsiniz anlaşıqlı olsun. 3 molekula hidrogeni çıxdığımız anda hərəsindən bir hidrogen qoparaq, bax görürsünüz, avtomatik olaraq nə əmələ gətirir? Metil benzol. Yəni tololun alınmasını biz burada müşahidə edirik. Tololda adi şəraitdə bromusu rəngsizləşdirmir, biz bunu artıq bilirik. Amma tolol benzoldan fərqlənir. Çünki benzol oksidləşdiricilərin tərsinə qarşı çox davamlıdır və heç vaxt oksidləşmir, çünki nüvə çox möhkəmdir. Kalium permanganat təsirinə təsir eləmir. Amma benzolun homoloqları kalium permanganat məhluluna təsir eləyir. Səbəb onun üzərində olan metil radikalının varlığıdır. Və tololun üzərinə kalium permanganat tökən kimi o qızdırırıq və məhlul bonuşey rəngini itirir və avtomatik rəngsizləşməyə başlayır. Baxın, bu bizim tololumuzdur. Tololun üzərinə əgər mən atomar şəklində 3 oksigen atomu gəlsəm və kalium permanganat məhlulundan istifadə eləsəm, 2 hidrogen atomu 1 oksigenlə 2 molekula su çıxardır və avtomatik olaraq mənim benzoy turşum əmələ gəlir. Yan zəncir oksidləşir. Qısa şəkildə yazsaq onu bax bu cürə, üzərinə gərək 3 atomar oksigen, alınır nəyimiz? C6H5, COOH-ımız, yəni benzoy turşumuz. Məlumdur ki, alkanlarda kalium permanganat məhlulu rəngsizləşdirmir. Lakin metan molekulunda olan hidrogen atom biri fenillə əvəz edildikdə alınan istənilən birləşməsi, yəni kalium permanganat məhlulu oksidləşdirə bilir. Təkcə tolol deyil, onun digər nümayəndələri də deməli kalium permanganat məhluluna təsir edə bilər. Yəni indi dərsliyimizdə bizim o yoxdur, amma bəzi dərsliklərdə nə göstərildi, mən onu sizə izah eləyəcəm. Əgər biz tololu deyil, etil benzolu oksidləşdirdiyimiz anda oksidləşdirmək, əgər biz bunu istəyiriksə, diqqətlə baxın və buradan deməli yan zəncirə yan zəncirə birləşmiş CH3 radikalı karbonat turşu, karbonat nədir? Qarışqa turşusuna çevrilir və nüvəyə birləşmiş radikal isə özü yenə də hansı turşuya çevrilir? Benzoy turşusuna bax belə çevrilir. Deməli, neçə molekula suyumuz çıxır. Bax, onu da gəlin bir dənə sizlə qeyd eləyəyim. Aha, bir dəqiqə 2 hidrogen. 3 molekula suyumuz çıxır. Aha, 2, 2, 4, 6 molekula hidrogen eləyək. 2 molekula da suyumuz çıxır. Diqqətlə gəlin baxaq. Deməli, 2 oksigen sayılarımız tamamilə bir-birinə bərabərdir. Deməli, hidrogen atomumuzun biri burada. 3 dənədir.
Aha, tamamilə düzdür. Oksigen suyu da bərabərləşdirdik. Və yaxud da biz paraksilolu oksidləşdirdiyimiz anda, məsəl üçün mən paraksilolu oksidləşdirirəm və bu zaman yan zəncirinə birləşmiş oksigen atomu 2 molekula suyu çıxardaq buradan. Bax, 2 hidrogen buradan, 2 oksigen buradan çıxdı və hər iki tərəfdə uşaqlar karboksil qrupu birləşir və beləliklə mən nə turşusu əldə eləmiş oluram? Tereftal. Bax, bu iki əsaslı aromatik turşunun ikinci adı tereftal turşusu adlanır. Və yaxud da başqa bir nümunəsini deyə bilərəm. Bu benzoldur. Məsələn, benzola bir dənə, məsələn, ola bilsin ki, məsələn, propil radikalı birləşdi. Propil radikalı birləşdiyi anda yenə deməli bizim sirkə turşumuz əldə olunacaq. Bax, diqqətlə baxın və yenə də bizim benzoy turşumuz əmələ gələcək. Bax, diqqətli olağın. Və yenə də bizim neçə molekula, 2 molekula suyumuzu çıxardaq. 6 molekula oksigenden istifadə edək. Hidrogenlərimizin sayına 4. 4, 1. Deməli, bu sayın bu özümüzdədir zaten. 3-ün üstünə 1, 4. 4-ün üstünə 1, 5. Yerində 5'dir. Deməli, suyumuz 2, 7, 5, 7. Bəli, tamamilə düzdür. Altdan da oksigenimizdən istifadə elərdik. Deməli, belə. Bəs uşaqlar, benzon homoloqlarını ayrı necə ala bilərik? Bizim bir dənə məşhur alkilləşmə reaksiyamız var. Alkilləşmə reaksiyamıza deyirik Friedel-Crafts reaksiyası. Friedel-Crafts reaksiyası nədir? Benzolun homoloqlarını əldə eləmək üçün biz nədən istifadə edirik? Benzon homoloqlarını əldə eləmək istəyiriksə, biz bu zaman deməli benzolun özündən, bu reaksiya Friedel-Crafts reaksiyasıdır. Müəllim şagird olublar və onların eşqini adlandırılıb. Deməli, bu reaksiyada benzolun istənilən homoloqunu əldə edirik və benzolun homoloqunu bu reaksiya ümumiyyətlə birləşmə reaksiyasıdır. Və benzolun homoloqunu əldə eləmək istəyiriksə, bu zaman benzoldan və eyni zamanda bu reaksiya deməli sənayedə alınma reaksiyasıdır. Ən çox da bundan etil benzolun və kumolun alınması üçün çox geniş istifadə edirlər. Deməli, bu zaman təsirdən deməli bir fenil radikalı əmələ gəlir və bu rabitə qırılaraq, baxın diqqətlə uşaqlar, bu sistem qırılır və bax qırılır, pi rabitə qırılır və belə düşür və hidrogen atomu bu sistemi deməli açıq rabitənin birini bağlayır. Dəqiqən. Və buradan əmələ gəlir nə? Nə əmələ gəlir? Etil radikalı. Deməli, bir dəqiqə səliqəsiz çəkdim sizə bunu. Bax, bir benzoldur, bir dənə də etendir. Diqqətlə baxın. Hidrogen atomu qopdu. Bu da qırıldı. Bağladı belə, yəni bağladı deyil daha doğrusu. Pi rabitəsi qırıldı. Pi rabitəsi qırıldı. Bax belə, hidrogen atomu pi rabitəsi qırılan yerə birləşdi. Birləşdi, gördünüz? Birləşdi. Və bu zaman iki dənə radikal əmələ gəldi. Bir fenil radikalı, bir etil radikalı. Fenillə etil radikalı birləşərək etil benzol əmələ gəldi. Bax, diqqətli olun. Gördünüz uşaqlar? İkincisi, bax, bu bizim yenə də benzolumuzdur. Bir hidrogen atomu qopdu. Silək birini, aysal qopdu. Və burada nə qaldı? 5. Üzərinə gəlir propen. Baxın, propen gəlirik. Və birləşmə reaksiyası zamanı rabitə qırıldı və qollar düşdü. Bu hidrogen atom bu qolu bağladı. Bax, beləcənə. Gördünüz? 2 dənə radikal yarandı. Bir fenil, bir izopropil. Fenillə izopropilin birləşməsindən də nə alındı? İzopropil benzol. Bax, gördünüz nə gözəl. İkinci ad kumoldur. Bax, belə bir şey alındı. İndi baxın uşaqlar. Mən sənə örgə deyim buradan. Deməli, izopropil benzol sənayedə çox geniş istifadə olunur. Hətta izopropil benzoldan mən sizə deyirəm, qatı sulfat turşusun kalium permanganatın iştirakı ilə yox ha. Qatı sulfat turşusunun iştirakı ilə oksidləşdiririk. Bundan bir fenol əldə edirik sənayedə. Bir də bundan bir dənə
deməli keton əldə edirik. Yəni dimetil ketonu biz burada əldə edirik. Alınır fenol və dimetil keton. Bax belə. Ayrı biz necə ala bilərik benzon homoloqlarını? Benzon üzərinə metil xlorid gəlməklə və yaxud da etil, yəni alkil halogenitdə, yəni R-xlor deyək belə. Xlorla hidrogen birləşdi H-xlor. Üzərinə gələk C6H5 xlor. Bu da alkilləşmə reaksiyasına edir. Sayılır. Məsələn, burada bir R radikalı qoyaq. Məsələn, nümunə yazıram. C6H6 üstə gələk CH3 xlor. Baxın, hidrogen xlorun əvəz olundu H-xlor əmələ gəldi. Üzərinə gələk C6H5, CH3. Bax, buna deyirlər nə? Alkilləşmə reaksiyası. Bu arada xatırladım ki, alkilləşmə reaksiyası ilə aromatik karbonhidrogenin alınması Azərbaycanın dahi alimi Yusif Məmmədəliyevin də çox böyük rolu var. Azərbaycan kimyaçısı akademik, neft kimya elminin əsasını qoymuş bir bizim görkəmli deməli alimlərimizdən biridir. Karbonhidrogenlərin alkilləşməsi sayəsində tədqiqatlarına görə dünya alimləri onu alkilləşmənin hətta kralı adlandırmışdırlar. Yəni bu işdə tövbəsi çox böyük olubdur bu insanın. Deməli belə. Aha, bir sözlə. Artıq gəldik dərsimizin sonuna. Aromatik karbon. Bax, bir də səhv düşə bilər stirol. Stirol C6H5, CH, CH2. Konkret şəkildə bunun ikinci adı nədir? Bunun ikinci adı vinil benzoldur. Bax, qatmadan diqqətli olun. Bax, mən sizə yazıram. Stirol nədir? Stirol bir mənalı şəkildə benzolun homoloqu deyildir. Bax, uşaqlar dönə-dönə deyirəm. Stirol benzolun homoloqu deyildir. Stirol çünki bizə CnH2n -6H disturunu bizə vermir. İkinci adımız nədir bizim? İkinci adımız bizim olacaq vinil benzol. Və bütün karbon atomları gördüyümüz kimi sp2 hibrid vəziyyətindədir. Stirol rəngsizdir, maye şəklindədir, xoş iyilidir. Suda həll olunur. Konkret şəkildə çox zəhərlidir. Stirol necə alınır? Stirolu almaq üçün benzolun homoloqu olan etil benzolu götürürük. Onu təbii ki dehidrogenləşdiririk. Dehidrogenləşmə nəticəsində arasından bir hidrogen qopur. Diqqətlə baxaq. Hərəsindən bir hidrogen qopur və bir dəqiqə, mən bunu biraz sizə uşaqlar səliqəli şəkildə yazım. Bax, bu benzoldur. Aha. Dehidrogenləşdirdim, yəni hidrogenləri qopartdım və bu zaman mənim yeni bir birləşməm vinil benzol alındı. Vinil benzol bir də deyirəm, uşaqlar, vinil benzol deməli aromatik benzoldur. Amma qəti şəkildə vinil benzol deməli benzolun homoloqu deyildir. Bəs vinil benzol bromlu suyu rəngsizləşdirirmi? Əlbəttə ki, çünki onun pis sistemi var və pis sistemi rahatlıqla qırılaraq bromlu suyu rəngsizləşdirir. Və bu zaman nə alınır? Deməli, hətta stirol alkenlərə oxşar olaraq adi şəraitdə, məsələn, alken funksiyası var da, toçunu alken nətər görürsünüzsə, bunu da o cürə görə bilərsiniz. Görürsünüz, 2 qat pis sistemi qırıldı, bromlu su rəngsizləşdirdi. Hətta kalin permanganat məhlulunda belə rəngsizləşdirmə qabiliyyətinə malikdir. Eyni zamanda polimerləşə də bilir. Gəlin, bax, bu haqda da mən sizə məlumat verim. Deməli, polistirol alınır. Bax, gəlin, baxaq. Polistirol necə alınır? Bax, C6H5, CH, 2 qat rabitə CH2. Bax, gördünüz, qırıldı. Qollar qırılan kimi CH, bax, belə C6H5, CH2. Bax, gördünüz, belə bir birləşməni biz əldə elədik və aldıq polistirol birləşməsi. Polistirol maşın qayırma, cihaz qayırma sahəsində metalları əvəz edən material kimi istifadə olunur. Məişətdə plastik qabları hazırlamaq üçün istifadə olunur və s. və ilaxır kimi geniş tətbiq sahələri mövcuddur. Sonra uşaqlar, mən sizə nə deyə bilərəm? Stirol eyni zamanda butadiyen 1,3 ilə polimerləşmə qabiliyyətinə malikdir. Məsələn, butadiyen 1,3-ü gəlin mən sizə yazım. Bu butadiyen 1,3 divinildir və polimerləşdiririk, N sayda qəbul edirik.
Yenə en sadə biz buradan deməli polistirolu qəbul edirik, stirolu daha doğrusu qəbul edirik. Belə yazacağım ki, sizə hesablamada işimizə rahatçılıq versin. Və bütün qollar qırıldı. Divinin öz arasında 2 qat rabitə yaradır. Digər tərəfdən CH2 ilə birləşir. Və mən beləliklə Sopa polimer adlanan yüksək keyfiyyətli butadien sirol kauçuk əldə olunur. Butadien sirol kauçuk istiliyə davamlıdır, soyuğa, dağılmağa qarşı çox davamlıdır. Avtomobil şinləri hazırlanır, ondan ayaqqabılar, sonra süni dərilər hazırlanır, çantalar hazırlanır, sonra nə bilim qabların hazırlanmasına və ilaxırda istifadə olunur. Bax bu qədər uşaqlar. Aha, bir də onu sizə xatırladım. Benzol özünə maksimum sayda 3 molekul hidrogen birləşdirsə, sikloheksan ala bilərik. Yəni benzol özünə heç bir zaman 4 molekul hidrogeni birləşdirmir. Vəssalam, çox sağ olun.